Müharibə dövründə Azərbaycan İrana yardım göstərib. Rusiyanın da İrana yardımları məhz Azərbaycan vasitəsilə həyata keçirilib. İran prezidenti Məsud Pezeşkiyan jurnalistlərə açıqlamasında müharibə dövründə Azərbaycanın İrana göstərdiyi əhəmiyyətli dəstəyə diqqət çəkib. O məhz belə çətin dövrdə Azərbaycanın İrana göstərdiyi yardımın yüksək qiymətləndirildiyini vurğulayıb. Müharibə zamanı yaranmış mürəkkəb şəraitdə Azərbaycan İranla bağlı nəqliyyat və logistika məsələlərinin həlli istiqamətində operativ addımlar atıb. Yollarla bağlı məsələlərin həlli, bank və diplomatik nümayəndəliklərlə əlaqədar yaranan məhdudiyyətlərin operativ şəkildə aradan qaldırılması, tədarüklərin təmin edilməsi və humanitar yardımın göstərilməsi Azərbaycanın qonşuluq münasibətlərini yalnız sözlə deyil, əməli addımlarla da nümayiş etdirdiyini göstərir. Bu təkcə diplomatik nəzakət və təşəkkür deyil, bu ictimaiyyət qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının çətin dövrdə İran üçün etdiklərinin təqdir olunmasıdır. Bu onu göstərir ki, Azərbaycan malik olduğu potensialdan, eyni zamanda coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməklə ağır vəziyyətdə olan İran dövlətinin və xalqının yanında olmuş. Eyni zamanda İran dövlət başçısının vəfatından sonra Prezident İlham Əliyev BMT üzvü olan dövlətlər arasında dövlət başçılarının ilki olmuşdur ki, İran səfirliyinə getmiş və orada şəxsən öz başsağlığını İran dövlətinə və İran xalqına çatdırmışdır. Digər mühüm məqamsa Azərbaycanın yalnız logistika dəstəyi ilə kifayətlənməməsidir. Müharibə və gərginlik dövründə İrana humanitar yardım göstərilib. Ərzaq, dərman və tibbi ləvazimatlardan ibarət yardımların göndərilməsi Azərbaycanın çətin vəziyyətdə olan qonşu ölkəyə real dəstək nümayiş etdirdiyini göstərir. Bu münasibətlərin siyasi tərəfi də var. Son dövrlərdə iki ölkə liderləri arasında keçirilən görüşlər və telefon danışıqları da bu dialoqun davamlı olduğuna işarə edir. Tərəflər arasında nəqliyyat, iqtisadiyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün siyasi təmaslar intensivləşir. Prezident İlham Əliyevin İranlı həmkarının Azərbaycanla bağlı səmimi fikirlərinə təşəkkür etməsi və Azərbaycanın çətin günlərdə İran xalqının yanında olduğunu vurğulaması qarşılıqlı münasibətin başqa bir mesajını ortaya qoyur. Azərbaycan Respublikası hər zaman bütün dünya xalqları ilə, xüsusən də qonşularımızla sülh, əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə əməkdaşlığı inkişaf etdirməyi özünün ali niyyətlərindən biri kimi bəyan edib. Xüsusən qonşularımızla münasibət xətti daim prioritetlərdən birini təşkil edir. Həmçinin Azərbaycan öz ərazilərindən İrana qarşı, hər hansı digər qonşusuna qarşı istifadə etməyəcəyini bəyan etmişdi və bunu həm də praktik cəhətdən göstərdi. Yəni Azərbaycan mehriban qonşuluq, dostluq münasibətlərinin davamı və eyni zamanda sözümüz imzamızdır tezisini praktik olaraq ortaya qoymaqla göstərir ki, doğrudan da etibarlı qonşudur. Bütün bunlar göstərir ki, Azərbaycan üçün mehriban qonşuluq yalnız diplomatik ifadə deyil, konkret məsuliyyət və əməl deməkdir. İranın da bu dəstəyi yüksək səviyyədə qiymətləndirməsi iki ölkə arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir.